Bir dənə qəşəng pəxlə pilov bişirməyə əvvəlcən gərək bizim pəxlələrimiz qəşəng olar. Əvvəlcən pəxlələrimizi qoyacaq 5 dəqiqə duzla pişsinlər. Ondan sonra düyümüzü izafə edəcəyik. Düyünü də qəblən mən islatmışam. O həmcə biraz qeynədilər. Axırda 2-3 dəqiqə qalmış şivitlərimizi izafə edəcəyik. Tüm pəxlə pilovun təbqi sərdi xoşquli, ona görə hətmən şivit izafə edərik. Darçin, Qoli Muhamməddən də istifadə edirik. Süzəndən sonra qaplamanın təkinə mən 1 ədəd yeralma düzürəm. Məmnun olun, mənim kanalımı subscribe eləyəsiniz. Nəzərinizdə olsa hətmən yazın. Eləyə bilərsiniz pəxlə pilovunu toyuqla, çaxçərdənlə ya mahicənlə bişirəsiniz. Vəli əgər heç birinə imkanınız yoxdur, əliz çatmır, eləyə bilərsiniz bedun quş bişirəsiniz. Tüm pəxlənin özünün bir aləm faydaları vardır. Lazım deyil ki, hətmən də quşdan istifadə eləyəsiniz. Darçin, qızılgül, zirə pəxlə pilovunun mühüm ədviyyələrindəndirlər. Zəfəran da 200% vuracaqsınız. Ba kərəyi məhəlli ta ki təmin çox yeməli eləsin. Yəni əgər biləsiniz nə qədər pəxlədə fayda var, onu hətmən bərnaməyə qəzailənizdə istifadə eləsiniz. Səy eləyin pəxlə pilovu bişirəndə hətmən İrani düyünlə onu bişirəsiniz. Çün İrani düyünün bir dənə xas təəmi vardır. Bu qəzanı çəndin bərabər yeməli eləyir. İstəyəsiniz əndazə dəqiqi pəxləni və düyünü biləsiniz. Bəray hər bir peymanə düyü 150 qram pəxlə pakşuda lazımdır. Əgər şevidə tazədən istifadə eləyirsiniz, bəray hər nəfər 50 qram ya demək olar təqribən bir dənə qaşıq qəzaxoru kafidir. Əgər çox şivit vurasınız, pəxlə pilovumuzun rəngi qərə olar və təmi də acıya çalar. 40 dəqiqə dəm çəkəndən sonra bizim pəxlə pilovumuz amadədir. Nuşə can eləyəsiniz.